Salam uşaqlar, bu günləri 12 oktyabr 2025-ci ildə Güvəndin keçirdiyi sınaq imtahanından birinci qrupa aid olan kimya üzrə sınaq testinə baxaq. Demək, birinci başlayaq 61-ci sualdan. Oksigen və azot üçün ümumi olan nədir? Demək, O2 və N2, yəni oksigen və azot üçün ümumi olan 2 atomlu bəsit maddə əmələ gətirir. Bəli, hər ikisi 2 atomlu bəsit maddə əmələ gətirir. Bu doğrudur. 3 atomlu bəsit maddə əmələ gətirir. Xeyr. Allotropik şəkil dəyişmələr əmələ gətirir. Xeyr. Bunlar hər ikisi oksigenə aid, azota aid deyil. Hər ikisinə aid olan isə yalnız 1 olur. Ona görə cavabımız oldu A variantı. 62-ci testə baxaq. 5,6 litrin kütləsi qaz və bizə hər hansı bir qaz veribdir. 5,6 litri 11 qramdır. Deyir, bunun hidrogenə görə nisbi sıxlığını tapın. Biz əvvəlcə bunun 1 molunun kütləsini tapmalıyıq ki, sonra onun hidrogenə görə nisbi sıxlığını tapaq. Əgər bunun 5,6 litri 11 qramdırsa, 1 molumuz da neçə litr idi? 22,4 litr idi. Demək, o x qram olacaq. O da tapırıq neçə qram? 44 qram. Demək, həmin qazın 1 molunun kütləsi 44 qramdır. Hidrogenə görə nisbi sıxlığı deyəndə nə idi uşaqlar nisbi sıxlıq? Bir qazın kütləsinin digər qazın kütləsindən neçə dəfə çox və ya az olduğunu göstərən kəmiyyət idi nisbi sıxlıq. Bizdən də həmin qazın hidrogenə görə nisbi sıxlığını soruşduğuna görə həmin qazın nisbi molekul kütləsini bölürük hidrogenin nisbi molekul kütləsinə və tapırıq 22. Demək, həmin qazın hidrogenə görə nisbi molekul kütləsi nəyə bərabərmiş? 22-yə bərabər imiş. Və yaxud da həmin qaz nisbi molekul kütləsi hidrogen nisbi molekul kütləsinə 22 dəfə çox imiş. 63-cü testə baxırıq. 6-cı qrupun əsas yarım qrup elementləri haqqında hansı ifadə yanlışdır? Uçucu hidrogenlə birləşmə əmələ gətirən nümayəndəsi var. Bəli, burada RH2 idi bunlarda. Biz də deyirdik ki, 4-cü, 5-ci, 6-cı, 7-ci qrupun hidrogenlə birləşməsi uçucudur. Ona görə bu doğrudur. P elementidir. Bunların qısa elektron formulu uşaqlar NS üstü 2, MP üstü 4 ilə bitir. Yəni, burada baxırıq ki, qısa elektron formulu P yarım səviyyəsindən bitdiyinə görə, ona görə bu P elementidir. Qısa elektron formulu yenə NS üstü 2, MP üstü 4-dür. Bu da doğrudur. Bütün nümayəndələrində həyəcanlanma mümkündür. Xeyr. Bunun bütün nümayəndələrində həyəcanlanma mümkün deyil. Çünki biz demişdik ki, 5-ci qrupda azot, 6-cı qrupda oksigen, 7-ci qrupda isə flür həyəcanlana bilmir. Çünki onlarda boş D orbitalı yoxdur. Ona görə də 6-cı qrupda oksigen olduğuna görə bütün nümayəndələri nə eləmir? Nümayəndələrində həyəcanlanma mümkündür deyil. Yəni, mümkün deyil. Oksigende mümkün deyil. Ona görə cavabımız olur D variantı. E variantına baxaq, yəqin ki, bu da doğrudur. Dövrü sistemdə yuxarıdan aşağıya doğru getdikcə atom radiusu artır. Bəli, yuxarıdan aşağı doğru getdikcə atom radiusu artır. Sonra baxırıq 64-cüyə. Demək, bizə proton sayı X, Y, Z olan A, B, C elementi verilir və onların hamısında elektron sayı Y-dir, yəni eynidir. Deyir, anion, kation və neytral atom deyir, bunlardan hansı anion, kation və neytral atom ola bilər? İndi buradan baxırıq ki, uşaqlar, protonla elektronun sayı eyni olan burada B-dir. Demək, B ilə neytral atomdur. Tutaq ki, bunların hamısının, və bir də burada diqqət edək, hamısında elektron sayıları Y-dir. Tutaq ki, hamısında elektron sayıları, məsəl üçün, götürmüşük 10 elektronu var hamısının. Tutaq ki, burada Y 10-dur. Y 10-dur, tutaq ki, X ondan çoxdur 12-dir. Z də ondan azı, tutaq ki, 8-dir. Yəni, burada Z neyinibdir? Elektron alıbdır, olub 10. Demək, onda bu elektron alıbsa, mənfi yüklü ona çevrilib, olub anion. Demək, bizim Z-imiz oldu anion. Və X isə ona 10 olmaz üçün elektron verməlidir. Demək, onda bu da nədir? Kationdur. Demək, bizim A oldu kation. Demək, A oldu kation. Sonra B oldu neytral atom. B oldu neytral atom. C isə oldu nə? Anion. Cavabımız olur nə? B variantı. Sonra 65-ci testə baxaq. Bizə 3 dənə maddə veribdir. X bərk halda, Y maye, Z maye və Y-lə Z bir-birində çox yaxşı həll olur. X görürük, onda həll olmayıb və dibə çökübdür. Deyir, hansı üsullarla maddələri bir-birindən ayırmaq olar? Süzmə, durultma. Demək, əvvəlcə biz bunu bir-birində həll olubsa, uşaqlar, X də həll olmayıbsa, demək, biz əvvəlcə bunları süzərik ki, Y-lə Z-i X-dən ayıraq. Ancaq birinci süzərik. Ancaq sonra durultma üsulu artıq burada uyğun gəlməyəcək. Nəyə görə? Çünki Y-lə Z bir-birində həll olan mayelərdir. Bir-birindən həll olan mayeləri də biz nə ilə ayırırıq? Distiller üsuluna. Ona görə də ikinci artıq olacaq distiller. Yəni süzmə və distiller cavab olacaq nə? C variantı.
Sonra baxırıq növbəti 66-cı testdə bizə XYO4 belə bir maddə veribdir və orada deyir oksigenin kütləsi A faizdir. Oksigenə baxırıq 4 atom oksigenimiz var və 1 atom oksigenimiz də 16-dır. Demək onda 4 atom oksigenimiz neçədir? 16-yı 4-ə vursaq 64 qram. Yəni 64 qramımız nə faizdir? A faizdir. Və bizə deyir Y-in kütlə payı isə A bölünsün 2-dir. Yəni biz belə bunu 0,5 A götürək. Yəni A-nın yarısı qədərdir. Onda əgər o 0,5 A faizdirsə, yəni A-nın yarısı qədərdirsə, demək onda Y-in kütləsi də oksigen kütləsinin yarısı qədər olacaq. Yəni 32 olacaq. Və biz də buradan baxırıq ki, bizim elə bir atom burada Y-imiz var. Deyir, Y-in nisbi atom kütləsini müəyyən edin. Demək, onda Y-in nisbi atom kütləsi neçəymiş? 32 imiş. 67-ci testdə baxırıq. Demək, bizə xrom verib. Xromun sıra nömrəsi 24-dür. Biz öyrənmişik ki, xromla misdə fərqli idi. Onların 4s yarım səviyyəsinə 1 elektron düşürdü, 2 elektron düşmürdü. Demək, bunu əvvəlcə biz təbəqələrdə yazsaq, 4s-nə 1, d-sinə düşəcək 5 elektron. Və bizdən soruşur ki, s orbitallarının S elektronlarının ümumi sayını soruşur. Yəni bunun konfigurasiyasını yazsaq 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, 3d üstü 5, 4s üstü 1 və s elektronlarının altından xətt çəksək 2 dənə s, 4, 6 və 7 s elektronu var. Cavabımız olur A variantı. 68-ci testdə baxaq uşaqlar. Bizə metan molekulunda rabitələrin əmələ gəlmə sxemini müəyyən edin veribdir. Demək, metan biz bilirik ki, sp3 hibridləşmişdir. Burada karbon. Və biz deyirdik ki, hibridləşmiş atomlarda orbital demək, orbitalı bu şəkildə olur. Yəni, hibridləşmiş orbital bu şəkildə olur. Yəni, əgər p orbitaldırsa bu şəkildə olur. Ancaq hibridləşəndə bir tərəfi böyük, bir tərəfi kiçik forma alır. Və ona görə də burada karbonun orbitalının forması bu şəkildə olacaq və hidrogen də S elementi olduğu üçün ona elektron buldu kürə formasında olacaq. Cavabımız olacaq nə? C variantı uyğun gələcək. Sonra növbəti baxaq 69-cu testdə. Bizə X, Y, Z, T maddələr verilib və deyir ki, bunların dövrü sistemdə mövqeyi hansı doğru verilmişdir. Biz baxırıq ki, bu ikinci dövr və 5-ci qrupdur. İkinci dövr, 5-ci qrup, demək birinci doğrudur. İkinciyə baxırıq, 3-cü dövr, 6-cı qrup, 3-cü dövr, 4-cü qrup yazıb, ona görə səhvdir. Z-ə baxırıq, Z demək 4-cü dövrdür və 4-cü dövrdür və 6-cı qrupdur. Və burada bir də əsas əlavə yarım qrupuna baxırıq. Uşaqlar bilirik ki, S ilə P ilə qutaranda əsas yarım qrupdur. Birinci əsas yarım qrupdur. P ilə qutardığı üçün doğrudur. Ancaq burada Z-ə baxırıq. Z demək 6-cı qrupdur. 4-cü dövr, 6-cı qrup, ancaq A yazıbdır. Ancaq bu D yarım səviyyəsi elementi daxil. Ona görə B olmalıdır. Yəni əlavə yarım qrup elementidir. Ona görə Z də səhvdir. T'yə baxırıq. T 4-cü dövr. 4S-dən 3D'yi topladıq 12. Biz dedik ki, 12 olanda ikinci olur, ikinci qrup və əlavə yarım qrup. Demək 4-cü dövr doğrudur, ikinci qrup və əlavə yarım qrup ona görə doğrudur. Demək cavabımız olur X-la T, cavabımız olur B variantı. 70-ci testdə baxaq, kalsium oksid, NH3, amoniyak, yəni bir də P4 bizə fosfor verilir. Birləşməndə rabitələrin tipini müəyyən edin. Burada metal və qeyri-metaldır. Metalla qeyri-metal arasında yaranan rabitə nə idi uşaqlar? İyon idi. Demək, üçüncüyə aiddir nə? Kalsium oksid. Hardadır üçüncü? Üçüncüyə aiddir kalsium oksid. Sonra demək baxırıq amoniyaka. Amoniyak demək müxtəlif qeyri-metallardan əmələ gəlir. Müxtəlif qeyri-metallardan əmələ gəlirsə bu nə idi? Polimer kovalent idi. Demək ikinciyə hansı uyğun gələcək? İkinciyə uyğun gələcək amoniyak və P4 isə P4, N2, S8, J2, yəni ki çox atomlu qeyri-metallarımız, bunlar hamısı qeyri-polimer kovalent rabitə idi. Ona görə P4-ə də uyğun gələcək nə? Birinci cavabımız olur nə? Y variantı. 71-ci testdə baxaq uşaqlar. Deyir, D elementinin oksidləşmə dərəcəsini göstərin. Burada D elementi aydın məsələdir ki, dəmirdir, dəmir. Və oksidləşmə dərəcəsini bizdən istəyir uşaqlar. SO4-ün biz bilirik ki, oksidləşmə dərəcəsi nədir? -2-dir.
SO4 2 mənfi yazırıq da həmişə. Demək, mənfi 2-yi 2-yə vuranda eləyəcək mənfi 4 və natriumda sabit oksidaşma dərəcəsində müsbət 1. Oksidaşma dərəcəsinin cəbri cəmi 0 olmalıdır da. Demək, mənfi 4-ün üstə müsbət 1 gələndə nə qalacaq yerdə? Yerdə qalacaq mənfi 3. Mənfi 3-ü də 0-a bərabər eləmək üçün bizə nə lazımdır? Müsbət 3. Demək, burada dəmirin oksidaşma dərəcəsi neçə imiş? Müsbət 3 imiş. 72-ci testdə baxırıq. Kükürt atomunun maksimum həyəcanlanmış halında neçə orbitalı elektron saxlayır? Demək, kükürtün əvvəlcə gəl yazaq. Demək, 2, 8, 6. Demək, 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, 3p üstü 4, 3d üstü 0. Burada duracaq. Demək, burada uşaqlar orbitallarını yazaq. S-in burada bir orbitalı, bu S-in də bir orbitalı tam doludur. Burada P-nin 3 orbitalı nədir? Tam dolmuş formadadır. Burada S-in də orbitalı tam doludur. P-nin isə demək 4 elektronu var. Bir orbital tam doludur. İkisi isə tək elektronludur. Bizim burada D yarım səviyyəsində elektron yoxdur. Ancaq D yarım səviyyəsi var burada. Yəni ki, sadəcə olaraq içində elektron yoxdur. Həmən həyəcanlanmış halını yazdım birbaşa. Demək, hələ boş qalıb burada. Demək, bu 2 dəfə həyəcanlanır da 6-cı qrupla. Bir dəfə cüt elektron bura gələcək. Burada elektron olacaq. Burada olacaq artıq tək. Sonra burada da cüt elektron var axı. Bir dəfə də həyəcanlandı. Buradan elektron gələcək nəyə? D yarım səviyyəsinə. Burada olacaq yenə tək elektron. İndi gəlin baxaq görək maksimum həyəcanda. Burada yalnız axırıncı səviyyə həyəcanlana bilir də uşaqlar. Yəni ki, bu birinci, ikinci təbəqədən elektron D yarım səviyyəsinə gedə bilməz. Yalnız üçüncü təbəqədən gedəcək və cüt elektrondan gedəcək. Və biz də burada gördük ki, bir cüt P-də var idi, getdi D yarım səviyyəsinə, bir cüt D-də var idi, getdi D yarım səviyyəsinə. Deyir ki, həyəcanlanmış halında neçə orbitalı elektron saxlayır? 1 orbitalı, 2 orbitalı, üstünə gəlirik 3, 5 orbitalı, 6, 7, 8, 9, 10, 11. 11 orbitalı elektron saxlayır. Cavabımız olur nə? A variantı. 73-cü testə baxaq uşaqlar. Bizə demək ozon verilib. Ozon 3,1 (10^23) molekuldur. Yəni Avogadro ədədinin yarısı qədərdir da. 1 molumuz 6,2 (10^23)dir. Əgər bu 3,1 (10^23) isə demək bu nədir? 0,5 moldur. 0,5 molumuz da neçə litr eləyir? 11,2 litr eləyir. Demək 11,2 litr oksigen var. 1,5 mol metan. 1,5 molumuz isə eləyir 33,6 litr. 56 qram azot. 2 mol azot deməkdir. Çünki 1 mol azotumuz 28 qramdır. Enki yazılır indeksində. 56 qramımız 2 moldur. 2 molumuz 22,4-ə vuranda eləyir 44,8. Və bunları da cəmləsək neçə eləyəcək? 89,6. Cavabımız olacaq B variantı. 74-cü testə baxırıq. Demək, A neytral atomu 2 dənə elektron verib, olub A üstü M ionuna çevrilib. Deyir, prosesi üçün nə doğrudur? A üstü M-in elektron sayı A0-ın elektron sayından çoxdur. Xeyr, A0-ın elektron sayı çoxdur. Çünki 2 elektron verəndən sonra A üstü M-ə çevrilib, yəni bu kationdur. Ona görə birinci nədir? Səhvdir. İkinci də deyir ki, A0-ın radiusu A üstü M-in radiusundan böyükdür. Bəli. Əgər kimyəvi element elektron verirdisə, onun radiusu nə inirdi? Kiçilirdi. Elektron alırdısa, radiusu böyüyürdü. Ona görə ikinci doğrudur. A0-ın proton sayı A üstü M-in proton sayından çoxdur. Xeyr, biz demişdik ki, yalnız elektron sayı dəyişir. Kationa, aniona çevriləndə bu zamanlar nə protonun, nə neytronun sayı heç vaxt neynəmir, dəyişmir. Ona görə bu da səhvdir. A üstü M kationdur. Bəli, bu da doğrudur. Cavabımız nədir? Y variantı 2 ilə 4. 75-ci testə baxaq. Demək, bizə veribdir. Qarışıqda qazlar verilib. Mol nisbəti. Demək, mol nisbəti 1-dir. Yəni, bunların bir-birinə olan mol nisbəti 1-ə bərabərdir. Və bir qazımız C2H4-dür, digər qazımız X-dir. Deyir, qarşılan orta molyar kütləsi havanın orta molyar kütləsinə bərabərdirsə. Havanın orta molyar kütləsi neçədir? 29-dur. Deyir, X qazını müəyyən edin.
Demək, burada bunun əgər biz nisbi molekul kütləsini hesablasaq eləyəcək 28. Demək, 28-dirsə, havanın da nisbi molekul kütləsi 29-dursa, yəni bu 28-dən, demək 29-dan böyük ədəddir. 29-dan böyük ədəddir. Demək, gəlin yerinə qoyaq. Demək, 28 üstünə gəlinsin, x bölünsün 2 bərabərdir nəyə? 29-a və biz buradan da x-i tapsaq, x neçə eləyəcək? X eləyəcək 30. Yəni, nisbi molekul kütləsi 30 olan qazı götürürük. Burada da baxırıq. Burada baxırıq. 28, 32, 30 cavab olacaq elə C variantı. 76-cı testə baxaq. Və bizə bir iyon verilib və yükü demək 6 müsbətdir. Neytron sayı A-dır, elektron sayı isə B-dir. Demək, bunun neytron sayı A-dır. Baxırıq, görürük ki, burada proton sayı da A-dır. Demək, nisbi molekul kütləsi bunun elə 2A-ya bərabərdir. Deyir ki, X elementi nisbi atom kütləsini hesablayın. Yəni, bunun proton sayı da A-dır. Onda B nəyə bərabərdir? Yəni, bu burada deyir ki, A bölünsün B bərabərdir 1,6-ya. 1,6-ya. İndi biz burada B-yə baxsaq, görərik ki, bu 6 elektron verib. Ondan sonra B olub. Demək, onda B nəyə bərabərdir? A çıxılsın 6-ya. Elə bunun yerinə yazsaq, B-nin yerinə yazsaq, A çıxılsın 6, A çıxılsın 6 yazaq birbaşa. İndi demək, yaza bilərik. A bərabərdir 1,6 A çıxılsın 9,6-ya. 9,6 buna vursaq 36, 9,6 demək qalacaq 0,6 A bərabərdir 9,6, 96-yı da 6-ya bölsək neçəyə bərabər olacaq? A bərabərdir demək 16. Aha, biz tapdıq ki, bunun neçə dənə protonu var imiş? 16 protonu var imiş. 16 protonu var imiş, demək 16 da neytronu var imiş. Nisbi atom kütləsi də nəyə bərabərdir? Air, proton üstünə gəlinsin neytron. Və bunun da 16 protonu, 16 da neytron olduğu üçün, çünki protonun sayı da A-dır, neytronun sayı da. Demək, onun nisbi molekul kütləsi neçə imiş? 32 imiş. Davam edirik 77-ci testdən. Deyir, dövrü sistemin əsas yarım qrup elementi olan X-in xarici energetik təbəqəsində bir tək elektronu var və onun baş oksidinin və uçucu hidrogenli birləşməsinin formulunu müəyyən edin. Demək, xarici energetik təbəqəsində bir tək elektronu olan qruplar uşaqlar 1-ci, 3-cü və 7-ci qruplar idi. Və 1-ci, 3-cü qruplar aidi məsələdir ki, metaldır. Və onların demək, hidrogenli birləşməsi uçucu ola bilməz. Ona görə 7-ci qrupun 4, 5, 6, 7-ci qrupun hidrogenli birləşməsi uçucu olduğuna görə onda olacaq ki, 7-ci qrup. Və baş oksidinin formulu isə 7-ci qrupun baş oksidinin formulu 7 valenti ilə birləşəcək. Ona görə də oksigenin valenti də 2 olduğu üçün bunda valenti 7. Demək, X2O7 formulunda olacaq baş oksidinin formulu. Demək, cavab olacaq D variantı. Yəni, bir valentlidir, uçucudur və baş oksidinin formulunda olacaq X2O7. Qeyri-molekulyar quruluşlu maddəni müəyyən edin. Qeyri-molekulyar quruluşlu maddələr, uşaqlar, molekulyar quruluşlu maddələr hansılar idi? Yalnız molekul kristal qəfəsə əmələ gətirənlər. Qeyri-molekulyar quruluşlu olan atom kristal qəfəs, iyon kristal qəfəs, metal kristal qəfəsə əmələ gətirən idi. Burada bu molekul kristal qəfəsdir, bu molekul kristal qəfəsdir, bu molekul kristal qəfəsdir, bu molekul kristal qəfəsdir. Qırmızı fosforla qara fosfor atom kristal qəfəsdir. Ona görə cavabımız olur Y variantı. 79-a baxırıq, uyğunluğu müəyyən edin. Fiziki hadisə. Fiziki hadisə demək, qrupuzun sublimasiyası bu fiziki hadisədir. Dəmirin paslanması bu kimyəvi hadisədir. Oksigenin ozona çevrilməsi bu da kimyəvi hadisədir. Ona görə bizə hansı uyğun gələcək? Bizə uyğun gələcək D variantı. 80-ci testə baxırıq. Demək, bizə hidrogenin deuterium verilib. Yəni, bir də ki, oksigen 8-16 izotoplarından əmələ gələn maddə su. Demək, deyir ki, bu maddənin, yəni suyun 10 qramında olan neytronların ümumi sayı A-dır, deyir. Neytronların ümumi sayı A-dır və A-nı müəyyən edin. Yəni ki, biz əvvəlcə tapaq görək ki, bunun 1 molu neçə qramdır ki, 10 qramında
neçə dənə neutron var. Yəni 1 molunda tapaq görək neçə qramdır kütləsi və neçə neutron var. Demək H2O-dur. Demək 2 hidrogen var. Birinin kütləsi 2-dir. Yəni ayrı buradadır da. İkisinin kütləsi neçə elədir? 4. 4 üstünə gəlir. Oksigeninki də 16-dır. Aha, 20. Aha, demək 1 molunun kütləsi 20-dir. Və 1 molunda olan neutronlarının sayına baxaq. 1 molunda olan neutronlarının sayı demək 2-dən 1 çıxırıq, qalır 1. Yəni hidrogenin 1 neutronu var. 2 hidrogen olduğu üçün onun 2 neutronu var. 2 hidrogeni varsa da 2 neutron. Çünki birinin 1 neutronu var. Oksigen 16-dan 8 çıxırıq, qalır 8. Bizdən də oksigen atomumuz var. Üstə 8 gəlirik, eləyir 10. Yəni bunun 20 qramında 10 nə var? Neutron var. Və onda 10 qramında neçə neutron var? Daha doğrusu 10N-a qədər neutron var. X olur. O da eləyir nə? 5NH. Cavabımız olur A variantında. 81-ci testə baxaq. Demək bizə maddə verib M qram neft, M qram su, M qram brom və bunlar üçün ümumi olanlar nədir? Eyni növ molekullardan təşkil olunmuşdur. Eyni növ molekullardan təşkil olunmuşdur. Burada su ilə brom eyni növ molekullardan təşkil olunub. Müxtəlif növ atomlardan ibarətdir. Müxtəlif növ atomlardan ibarətdirsə, burada benzin müxtəlif növ atomlardan ibarətdir. Su da müxtəlif növ atomlardan ibarətdir. Saf maddədir. Su ilə brom saf maddədir. Çünki benzin demişdik ki, eyni cinslə qarışıqdır. Və deyir ki, yox, bu olacaq C variantı. Beni yazdıq burada C. AC saf maddədir. Sonra deyir, adi şəraitdə maye haldadır. Bunların hər üçü adi şəraitdə maye haldadır. Brom maye halda olan qeyri-metalımız idi. Çox atomlu. Və ona görə cavabımız gəlin görək hansı uyğun gəlir. 1-ə B, 1-ə B, 2-yə AC, 3-ə də D cavabımız olur C variantı. 82-ci testə baxırıq. 2+2P üstü elektron formuluna malik X elementinin əmələ gətirdiyi X2 tipli molekul üçün hansı doğru ifadələri müəyyən edin. Demək bu 1S üstü 2 yastıq qabağını eləyəcək. Sıra nömrəsi 7. Sıra nömrəsi 7 olanda nə idi? Azot idi. Yəni N2 azotun molekulları da demək bir-birinə 3 qat rabitə ilə demək aralarında 3 qat rabitə əmələ gətirib. Demək, sigma rabitəsi var. Bunun biri sigma idi uşaqlar. İkisi də nə idi? Pi idi. Demək, sigma rabitəsi var. Doğrudur. Pi rabitəsi var. Bu da doğrudur. Poler kovalent rabitəsi var. Xeyr, bunlar hər ikisi demək, eyni qeyri-metal olsun. Qeyri-poler kovalent rabitədir. 3 səhvdir. Molekulunda X-in valentliyi 2-dir. Xeyr, 3 qat rabitədir. Onda azotun valenti 3-dür. Yəni, ona görə bu dördüncü də səhvdir. Xətti quruluşludur. Bəli, xətti quruluşludur. Bu da doğrudur. Demək, cavabımız nədir? 1, 2, 5. Cavabımız olur B variantı. 83-cü testə baxırıq. Deyir ki, demək, maqnezium asetat verilib. Deyir ki, neçə qramında 12 qram maqnezium olur. Biz də buradan baxıb görürük ki, bunun 1 molunda 24 qram maqnezium var. Ona görə bu maddənin əvvəlcə gəlin 1 molunu hesablayaq uşaqlar. Demək, 15, 15-in üstə də 32 yanında 40. Demək 15. 15-in üstə də 32 gəlsə necə elədi? Demək 15, 15-in üstə də 44 gələndə eləyəcək uşaqlar 59 və burada da 2 var, eləyəcək 118. 118-in üstə də 24 gəlsək, yəni maqneziumun nisbi atom kütləsini eləyəcək ki, 142 qram. Yəni bunun 142 qramı 1 moldur və 142 qramında 24 qram maqnezium var. Onda 12 qram deyir, 12 neçə qramında 12 qram maqnezium olar? Demək 12 qram oldu, bu maddə x qram olacaq, o da olacaq 71. Yəni cavab 71-dir. 84-də baxırıq. Qeyri-metal atomlar arasında baş verən reaksiyanı müəyyən edin. Qeyri-metal, sink metaldır. Dəmir də metaldır. Onda cavab olur 2 ilə 4. Hər ikisi qeyri-metaldır. Cavabımız oldu nə? 2 ilə 4. 85-ci testdən davam edirik uşaqlar. Demək, bizə A maddəsi verilib. A maddəsinin ərimə temperaturu -15 dərəcədir. Qaynama temperaturu isə 45 dərəcədir.
İndi deyir ki 55 dərəcə Selsiusdə və -5 dərəcəyə qədər azaldılır. Temperatur 55 dərəcə Selsiusdə -5 dərəcəyə qədər azaldılır. Doğru ifadələri müəyyən edin. Demək -15, 45. Bizə verilən temperatur -5, demək hardadır 55. Demək artıq bu burada qaynayırsa, burada hansı hala keçib? Artıq keçir qaz halına. Burada olur hansı halda? Maye halda. Burada da olur hansı halda? Bərik halda. Demək bu qaz halından keçir nəyə? Maye hala. İndi görək cavablarda hansılar uyğun deyil. Molekuların hərəkət sürəti artır. Molekuların hərəkət sürəti xeyr. Bərkdən maye, mayədən qaza keçəndə artır. Ona görə bu səhvdir. Molekular arası məsafə azalır. Bəli, molekular arası məsafə ən çox qazda olur. Ona görə 2 doğrudur. Sonra deyir, buxarlanma prosesi baş verir. Xeyr, əksinə kondensləşmə prosesi baş verir. Qazdan mayəyə keçir. Ona görə 3 səhvdir. Kondensləşmə prosesi baş verir. Bəli, bu doğrudur. Sıxlıq artır. Bəli, bu da doğrudur. Çünki qazdan mayəyə, mayədən isə bərkə keçdiyi üçün sıxlıq da neynir? Artır. Cavab olur 2, 4, 5. 86-ya baxaq. Natrium hidrit verilir bizə və natrium hidritin su ilə reaksiyasından, demək natrium hidroksid və hidrogen qazı əmələ gəlir. 4,8 qram natrium hidridin artıqlaması ilə götürmüş su ilə reaksiyasından qarşılıqlı tərzdə neçə litr hidrogen alınır? Demək reaksiyamıza baxırıq. Demək baxaq əmsallaşdırmağa ehtiyac varmı? Yox, lazım deyil. Baxırıq 24 qram natrium hidrit reaksiyaya girəndə 22,4 litr nə çıxır? Bu zamanları qaz, hidrogen qazı alınır və onda 4,8-də də nə olar? X olur. X də bərabər olar. Demək 4,48 cavab olacaq. 4,48. 87-ci testə baxaq. Demək deyir X qazı əlavə olunduqda qabda olan atomların sayı 3 dəfə artır və 4 dəfə artır. Demək burada oksigen atomu var, 2-dir atomların sayı və həmin qazdan 2 mol əlavə etdikdə demək bir 3 dəfə artmalıdır, bir 4 dəfə artmalıdır. Gəlin baxaq. CO2-yə əlavə etdikdə CO2-də 3 atom var, 2 molunda 6 atom var. Demək əgər biz burada 6 atom var və burada 2 atom da var idi. Demək 6-nın üstəki gəlində eləyir 8 atom. Demək 4 dəfə artdı. Demək 2-yə aid oldu A. 3-cüyə B-yə baxaq. Flör. Flördə demək 1 molunda 2 atom var, 2 molunda 4 atom var. Demək onu da qaba əlavə etsək, 2 atom var idi, 4 atom da əlavə etdik. Demək 6 atom oldu. Demək qabda atomların sayı 3 dəfə artdı. Ona görə bu uyğun gəlir birinciyə. Sonra yenə NH3. NH3-də 4 atom var. 2 molunda 8 atom var. 8 atom üstə də 2 atom gəlində eləyir 10 atom. 5 dəfə artır. Ümumiyyətlə bu hesasına uyğun gəlməyəcək. Sonra D variantına baxırıq. Ozondur. Birində 3 atom var. İkisində 6 atom var. 6-ın üstə də 2 gəlində 8, 4 dəfə artdı. Ona görə bu D uyğun gəlir 2-yə. Sonra H xlor 2 atom var. 2 molunda isə 4 atom var. 4-ün üstə də 2 gəlində eləyir 6 atom. Və 6 atom və demək 3 dəfə artıb. Ona görə bu da uyğun gəlir birinciyə. Sonra baxaq 88-ci testə. Demək bizə maddə verilib X2O maddəsi və X2O maddəsinin 0,5 qramı 72 qramdır. Onda bu maddənin 1 molu nə olacaq? Olacaq X. X də bərabərdir 144 qrama. Yəni 1 molu 144 qram olacaq. Deyir ki, X2O maddəsinin kütləsini mol sayından asılı qrafiki verilmişdir. X-in nisbi molekul kütləsini müəyyən edin. Nisbi molekul kütləsini tapdıq 144-dür və maddədə elementlərin kütlə nisbətini müəyyən edin. Demək 0,5-i 72-dirsə də 2-yə vuranda demək biz buradan əvvəlcə uşaqlar X-in kütləsini tapaq. Demək 2X plus 16 bərabərdir 144-də. Demək buradan da X də bərabər olacaq. 2X daha doğrusu bərabər olacaq. Çıxsaq 8, 128. X də bərabərdir 64. 64. Bizim demək 2 dənə X-imiz var. Demək onda X2O maddəsində 128 qram X var. 16 qramda nə var? Y var.
İndi bizə deyir ki, bunların kütlə nisbətlərini tap. Kütlə nisbətlərini. Yəni bunun ikisidən 2 ixtisar gedir. 16 ixtisar gedir də burada qalar 1, burada qalar 8. 8-də 1-dir kütlə nisbətləri. 89-cu testə baxaq. Qarışıqlar, xörək duzu, su ayrılma üsulları, buxarlandırma. Sonra neftlə su ayrılma üsulları, əvvəlcə durultma, sonra da nə idi? Ayrıcı qıf. Sonra neftin isə ayrılma üsulları distillədir. 90-cı testə baxaq. 40 qram kalsiumun üzərinə 40 qram kükürt əlavə etdikdə əlavə edib qızdırıblar. Biz də bilirik ki, bu 40-ın 32 nisbətində reaksiya girir. Və hər ikisi 40 qramdırsa, demək burada 8 qram nə artıq qalacaq? Kükürt artıq qalacaq. Görək bizdən nə soruşur? Reaksiyadan sonra artıq qalan maddənin kütləsi 8 qram kükürt artıq qalır və reaksiya məhsulunun kütləsini hesablayın. Reaksiya məhsulunun kütləsi hərəsindən 40 qram götürməyinə baxmayaraq 8 qram kükürt artıq qalır. 40 qram kalsium, 32 qram kükürt reaksiyaya girdiyinə görə reaksiyada alınan maddənin kütləsi eləyir 72. Yəni bu olur bizim birincimiz, bu olur nə? İkincimiz.